Maşın elektrik dirəyinə çırpılıb, nəticəsi ağır olub. Yol nəqliyyat hadisəsi Zərdab rayonunda baş verib. Yevlax rayonundan Zərdabın Məlikumudlu kəndinə qonaq gələn şəxslərin olduğu mini avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin Leyla İsmailova həyatını itirib. Evdə oturmuşdum, zəng gəldi ki, yolumuzda qəza baş verib. Durduq, gəldik, gördük ki, həqiqətən də işıq dayağına vurublar. Elə bir qəza baş verib. Nə maşını idi? Mercedes markalı maşını idi. Hələ kömək elədik, çıxartdıq, skori gəldi, apardı, xəbər verdik hər yerə ki, yəni belə bir qəza baş verib. Bibim oğlu İsmailov Rəşad, eyni zamanda mənim bibim, bacım və bacımın qızı Məlikmud kəndinə gəlmişlər, bizə gəlmişlər. Onlar Yevlax rayonuna qaydanda Məlikmudlu, deyək ki, Məlikmud və Çallı kəndinin arasında yolda avtoqəza keçirdib. Qəza zamanı xəsarət alan 2 nəfər isə Zərdab rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Qəza nəticəsində yüksək gərginlikli elektrik dirəyinin aşması səbəbindən Məlikumudlu və Çallı kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.